Və rahib gəldi. Xoşbəxtlik və ya bədbəxtlik insanın nə sərvətindən, nə də nə qədər qızıl qazandığından asılı deyil. Xoşbəxtlik ya bədbəxtlik ruhun vəziyyətidir. Kamil insan özünü hər diyarda xoşbəxt hiss edir. Əsl ruh üçün dünya doğma evdir. Demokrit. Mən sizin yeni həkimimizəm. Tanış olmayan səs qaranlıq xəstəxana dəhlizindən səsləndi. Qaranlığa boylandım və içimə çəkdim. Əlil arabasından həkim xalatı geyinmiş ucaboy cavan adam ayağa duraraq mənə tərəf addımladı. Bu şübhəsiz dəhlizdə o başa bu başa şütüyən, uşaq mahnıları oxuyaraq xəstəxana sakitliyini pozan həmin adam idi. Onun boynundan stetoskop asılmışdı, amma onun geyimi adi həkimdən fərqlənirdi. Çünki önü açıq ağ xalatın altından zəfəran rəngli papaqlı xlamida bellərindən adətən Tibet rahibləri geyinirdi. Açıq rəngli paltar düz döşəməyə qədər idi. Ətəyində hətta qaranlıqda aydın seçilən gözəl naxış vardı. Onun altında isə güllü naxışlar olan səndəllər görünürdü. Necə də gözəl geyim idi. Yad adamın üzünü qaranlıqda seçmək çətin olduğuna baxmayaraq onun gənc və yaraşıqlı olduğunu dəqiqləşdirdim. Təkcə gözlərimlə deyil, bütün qəlbimlə bu qəribə həkim rahibdən gələn mənəvi istiliyi, həyat gücünü, xeyirxahlığı, özündən əminliyi hiss etdim. Qəribəsi isə o idi ki, yarı qaranlıqda belə onun üzü mənə dəhşətli dərəcədə tanış gəlirdi. Düz qamətli, ucaboy, güclü kimi, axı o bəlli idi ki, bu adam öz daxili və xarici aləmi ilə gözəl vəhdət qura bilmişdi. Gözləri qara almaz kimi bərq vururdu. Onlar səmimiyyət və diqqətlə baxırdılar, sanki baxışları ilə qəlbimin ən gizli güşələrini oxuya bilirdilər. Bu diqqətli baxışların altında donub qaldım. Siz nə həkimlisiniz? Marağıma əngəl ola bilmədim. Bağışlayın, amma siz adi həkimlərə bənzəmirsiniz. Mən belə desək, bir növ ali həkimiyəm, rahib çəkinmədən dilləndi. Mənsə görkəminizdən sizin Loğman olduğunuzu söyləyərdim. Mən gülərək əlavə etdim. Bu adam çox qəribə görünürdü, sanki qaranlıqdan zühr etmişdi. Amma onun qarşısında qorxudan əsməyəcəkdim ki, özümü ələ alıb iş yerimdə alışdığım kimi qətiyyətli səs tonu ilə sözümə davam etdim. Cavan oğlan, ali həkimi mənə lazım deyil. Mən təyyarə qəzasına düşmüşəm. Ciddi zədələr almışam. Məni burada reabilitasiya mütəxəssisləri müalicə edirlər. Əlavə kiməsə ehtiyac yoxdur. Bağışlayın, amma sizin köməyinizə ehtiyacım qətiyyən yoxdur. Bura gətirildiyim gündən məni müayinə edən həkimim var və o mənə kifayət edir. Sizin yersiz geyiminiz isə məni ümumiyyətlə birtəhər edir. Hesab edirsiniz ki, sizin rahib geyiminiz pasiyentlərdə etibar yaradacaq. O qışda adamı isidir. Yad adam cavab verdi. Onun gözlərində şıltaq qığılcım parladı. Həm də mənə kim olduğumu xatırladır. Kimsən ki? Mən xəbər alaraq hədəfi vurdum. Bu haqda sonra hələlik sadəcə sizə kömək etmək üçün gəldiyimi söylədim. Siz bütün qəlbinizlə mənə inanmalısınız, çünki mən sizə ancaq yaxşılıq arzulayıram. Bütün qəlbimlə inanım. Siz dəli olmusunuz. Mən hisslənməyə başladım. Heç olmasa təsəvvür edə bilərsiniz mən nələrdən keçmişəm, hansı əzabları görmüşəm. Mənə sadəcə əvvəlki həkimim, ağrı kəsicilər və sakit palatada uzanmaq lazımdır. Etibar barədə zarafatlar, rahib doğumda təxəkküklər mənə gərək deyil. Sizin məni müalicə etməyiniz haqda söhbət ola bilməz. Yaxın qoymaram. Sizdən nəsə etmək tələb olunmur. Gənc rahib sakit səslə dedi. Sadəcə təsəvvür etməyəcəyiniz tərzdə sizə kömək edəcəyimi bildirmək istəyirəm. Sizi bu günə kimi müalicə edən həkimlər əla həkimdir. Öz sahəsinin peşəkarıdır. Başqa cürünü arzulamaq mümkün deyil. Gözəl müalicə edir, amma yalnız bədənini. Nəyi nəzərdə tutursunuz? Nədən danışırsınız? Mən daha çox əsəbləşirdim. Hər şey çox sadədir. Həkim sizə fiziki sağlamlığınızı bərpa etməyə kömək edir. Vəssalam. Mən isə sizə daha dəyərlisi üçün, bütün həyatını bərpa etməyə kömək etmək üçün gəlmişəm. Bu sanki fikrini cəmləmək üçün sustu. Sonra sözləri bir-biri seçərək sakit, həlim səslə davam etdi. Mən birdən onun mənim təsəvvür etdiyimdən daha hündür olduğunu anladım. Bilirəm ki, hazırda həyatınızın çətin zolağından keçirsiniz. Qəribə rahib söylədi. Bilirəm ki, siz sadəcə fiziki deyil, mənəvi sarsıntıda keçirmişsiniz. İndi də bütün həyatınızı gözdən keçirərək düzgün yaşayıb yaşamadığınızı götür-qoy edirsiniz. Öncəliklərinizin daim birinci yerdə olmağınız barədə düşünürsünüz. Ailənizin sizin üçün həyat işığı olduğunu da bilirəm və daxilinizdəki səs ailəni nə qədər gec deyil, ön sıraya qoymağınızı söyləyir. Bunu hardan çıxartdınız? Mən heyrət içərisində pıçıldadım. Bədənim titrədi. Yad adam sanki mənim üz-üzümü görürdü.
Mənə güvənin. Mən sizin haqqda demək olar ki, hər şeyi bilirəm. Harada böyüdüyünüzdən xəbərdaram. Sevimli şirniyyatınızın şokoladlı dondurma, almalı piroq olduğunu, sevdiyiniz filmin Wall Street olduğunu bilirəm. Hə, sizin xalınızı. Dayanın, kifayətdir. Mən onun sözünü kəsdim. Hər şey mənə aydındır. Axı kimdir bu adam? Öncə əl arabasında, xəstəxana dəhlizlərində, Formula 1 şosesindəki kimi yarış qurur. Sonra gəlib yaxamdan yapışır ki, sizin yeni həkimimizəm. İndi isə o qədər də uğurlu olmayan ailə həyatının məhrəm təfərrüatlarını sadalamağa başlayır. Əməlli başlı narahat olmağa başladım. Birdən qarşımdakı adam təhlükəlidirsə necə? Qulaqasın, sizin kim olduğunuz barədə təsəvvürüm yoxdur. Açığı heç maraqlı da deyil. Yalandan söylədim. Yorulmuşam. Hər yerim ağrıyır. Uzanmalıyam. Bilirsiniz nə var? Arabanıza əyləşin. Buradan sürüb gedin və ümumiyyətlə gəlin qarşılaşdığımızı unudaq. Əgər çıxıb getməsəniz, mən səsimə biraz da hədələmə tonu əlavə etdim. Növbətçi tibb bacılarından mühafizələri çağırmasını istəyəcəm. Bu hədə qorxunun kifayət qədər inandırıcı səsləndiyini ümid edirdim. Amma məmmalı adam qətiyyən utanıb çəkinmədi. Qarşımda eyni rahatlıq və əminliklə dayanmışdı. Sonra güldü. Daha doğrusu əvvəlcə sakit güldü. Sonra qəhqəhələrə qərq oldu. Ah Ketrin, bircə özünü görsəydin. Xəstəxana dəhlizinin ortasında dayanıb həkim xalatı geyinmiş rahib məzəmmət edir. Özü isə əynində kürəyindən ayrılan xəstə köynəyində durub. Necə idinsə elə qalmısan. Həmişəki kimi hamının payını verirsən. Zərrə qədər dəyişməmisən. Bunu görmək xoşdur. O mənim adımı da bilir. Hələ bir dürtmələyir də. Mən qorxdum. Asta-asta tibb bacısı məntəqəsinə yaxınlaşmağa çalışdım ki, növbətçi mühafizəçiləri çağırsınlar. Amma yad adam əlimdən yapışdı. Ovucuma tələsik nəsə bastı. Buraxın. Tibb bacıları mənə eşidəcək ümidi ilə qışqırdım. Yaxşı, yaxşı, adam əlimi buraxdı. Onda mənim kəpənəyimi ver, mən gedim. Nə kəpənəyi, nə danışırsınız? Siz 100% ruhi xəstəsiniz. O qədər hisslənmişdim ki, ovucuma nə qoyduğuna məhəl qoymurdum. Bunu hardan almısınız? Mən biraz sakitləşərək xəbər aldım. Atam uşaqlıqda mənə beləsini hədiyyə etmişdi. Sakit səslə söylədi. O xüsusi sifarişlə düzəlmişdi. 2 dənə hazırlanmışdı. Mənə və qardaşım Juliana. Bu müəllif işidir. Sadəcə 2 nüsxəsi mövcuddur. Beləsini başqa yerdə görməmişdim. Əvvəllər siz bunu mənə göstərənə kimi. Deməli zərgər daha bir neçə nüsxə hazırlayıbmış. Yox, onlardan dünyada sadəcə 2 dənədir. Rahib yumşaq səslə bildirdi. Mən talaş içərisində sustum. Əgər qızıl kəpənəklərdən dünyada 2 dənədirsə və mənim kəpənəyim evdə, İkincisi Julia'dadırsa, bu qəribə adamdakı kəpənək hardandır? Julia'nın başına bir hadisə gəlməyib ki. Qardaşım Julia'nı tanıyırsınız, ümidlə xəbər aldım. Sənin güman etdiyindən çox. Demək olar ki, onunla çox yaxın adamlarıq. Rahib mənalı təbəssümlə cavab verdi. O hardadır, necədir, israrla soruşdum. Buradadır, elə bu xəstəxanada, rahib cavab verdi. Ürəyim bək döyməyə başladı, başım gicəlləndi. Zarafat edirsiniz, mən güclə söylədim. Qardaşım yüksək səviyyəli vəkildir. Çox faciələr, depressiyalar görüb. Həyatı dağılıb, bir neçə il əvvəl həyatını anlamaq, toplamaq, ruhunu xilas etmək üçün Hindistana gedib. İndi qardaşım gəlib və buradadır. Mənimlə eyni xəstəxanada, eyni damın altında. İnanılmaz təsadüfdür. O haradadır? Mən güclə eşidəcək səslə soruşdum. Bu naməlum adam oyunu ilə məni əldən salmışdı. Qarşındadır səfeh qız. Julian qayıdıb. İndi o əvvəlkindən daha yaxşıdır. Gənc rahib həyat eşqi ilə cavab verdi. Hətta bir-iki rəqs pası da icra etdi. Bağışlayın, başa düşürəm ki, ən yaxşısını bacarmaq istəyirsiniz. Lakin hissiyatım mənə sizin mənə pislik arzulamadığınızı söyləyir. Amma anlaya bilmirəm. Siz kimsiniz? Niyə buradasınız? Əgər Julian harda olduğunu bilirsinizsə, niyə onu necə tapacağımı söyləmirsiniz? Rahib bir adım geri çəkilib əllərini dua edilmiş kimi önündə birləşdirdi. Mən Hindistandan yerli cəmaatın bir-birini bu cür salamladığını görmüşdüm. O tərpənmədən baxışlarını mənə zilləmişdi. Sükut içərisində onun nəfəsinin səsini duyurdum. Onun yanağından bir damla yaş süzüldü. Sonra zəfəran rəngi geyiminin enli qolları ilə göz yaşını sildi. Dərindən köks ötürüb nəhayət dilləndi. Çünki mənim əziz bacım Ketrin, mən elə Julianam. O bir addım kənara çəkildi. Palatanın işığı onun üzünə düşdü. Axır ki, məmmalı adamın üzünü görə bildim. Şübhə yox idi, qardaşım Julian dayanmışdı. Düzdür, zahir onu çox dəyişmişdi. Amma buna baxmayaraq onu tanıdım. Qardaşım, mənim əziz qardaşım. Nəhayət ki, uzaq yabanı Himalaya dağlarından mənim yanıma qayıdıb gəlib.